Aktyor Tahir İmanov qardaşı Cabir İmanovun ölümündən sonra video açıqlama paylaşıb. Bakupost.az məlumat verir ki, o, qardaşının ölümündən sonra sosial şəbəkələrdə aktyorun dini mənsubiyyəti ilə bağlı yayılan iddialara cavab verib. Birincisi, bu kimi mövzuları qabardan insanlar birliyə böyük zərbə vurur. Başqası isə dinə olan mənsubluq hər bir insanın şəxsi işidir. Üçüncüsü, ən vacibi isə odur ki, bu çox böyük günahdır. Çünki siz ölünün dalınca qeybət edirsiniz. Aktyor cənazə mərasimində jurnalistlərə qoyulan çəkiliş qadağası ilə bağlı da danışıb. Dedim ki, halallıq vermirik. Bu məsələni şişirtdiniz. Qəbristanlığa gedəndə dedim ki, təkcə kişilər gedir. Bu bizim adətimizdir. Gəlib gördüm ki, yalandan başlarını bağlayan jurnalist xanımlar hansısa yüksəklikdə durub ki, qəbri çəksinlər. Bu nə adətdir? Babalarınızın, nənələrinizin dəfni vaxtı video çəkilib. Ayıb deyil.